Salam, salam, salam. Necəsən ay fikirçi? Nə var, nə yox? Necədir vəziyyət? Bu gün sənə nağıl danışacağam. Çünki niyə də olmasın? Özə bilirsən hansı nağıl danışacağam? Ağatlı oğlan nağılını. Amma bu oğlan sən bildiyin oğlanlardan deyil. O bu torpaqlarda yetişmiş bir dəyərdir. O öz atını belə halal zəhməti ilə əldə eləmiş, çox qabiliyyətli, qanacaqlı, canlara dəyən bir oğlandır. Bu oğlana görə sənə elçiliyə gəlməmişəm. Sadəcə olaraq həqiqətən adam çox xoşuma gəldi. Ona görə də istəyirəm bu barədə səndən bir damcı danışaq. Əgər səndə yüngülvari maraq yarandısa, keçək nağıla. Dıt dıt. Şəhrazad modu aktiv edilir. Başlayıram. Hamam içində, xəlbir saman içində. Dəvə dəlləkliyə ilərmiş, köhnə hamam içində. Biri var imiş, biri yox imiş, bir dənə üzdən iraq, Allah vurmuş padşah var imiş. Bu padşahda mal var imiş, mülk var imiş, güc var imiş, amma yaxşı oğlanlıqdan əsər əlamət yox imiş. Bu padşahın 3 dənə də qadını var imiş. Çünki padşah deyir ki, Süleymandan pis kişinin oğlu deyiləm ki, qoy mən də yığım qadınları başıma. Belə kənarda küncdə qeyri-rəsmi nə inirmiş, nə oyun çıxardırmış, babalı öz boynuna. Amma bizim bildiyimiz 3 qadını var imiş rəsmi şəkildə. Bu qadınlardan biri başqa bir ölkənin padşahının qızı imiş. Digəri isə bəy qızı imiş. Üçüncü qadını isə sadə bir dəvəçinin qızı imiş. Sadəcə o qədər gözəl imiş ki, padşah onun gözəlliyindən yan keçək bilməyibmiş. Amma yenə də bu qadına yaxşı münasibət göstərmirmiş. Yəni bu kasıb kişinin qızıdır, o birilər əsilzadədirlər, varlı-karlı kişilərin qızıdılar deyə. Bunu əzirmiş. Adama deyirlər ki, qardaş, madam bəyənmirdin, almayaydın da, nə məcbur idi? Madam ki, yuxarıdan aşağı baxacaqdın, niyə xalqın qızını alıb bədbəxt eləyirdin? Amma əvvəldə də bunu demişdim də, bu adamda insanlıqdan əsər əlamət yoxdur. Nəysə, iş orasındadır ki, bunun heç bir qadınından da uşağı olmurmuş. Və məsələ də odur ki, bir yerdə, bir nöqtədə də dayanmırmış ki, qardaş, bəlkə məndədir problem. Nə oldu elə 3 qadın 3 də sonsuz çıxdı. Bir həkimə gedim, bir şey fikirləşim. Yox, birbaşa qadınları günahlandırırmış ki, bəs bunlar heç biri məndən övlad verə bilmədilər. Yəni bu məsələlərdə indi vəziyyət nədirsə, o vaxt da elə imiş. Onu da deyim ki, bu 3 qadından əvvəl də padşah dəfələrlə evlənibmiş. Deyilənə görə ildə 3 arvad alır, uşaq olmadığını görəndə də qadınları ya öldürür, ya da zindana salırmış. Ona görə də adəti üzrə yenə qərara gəlir ki, təzədən evlənsin. Axtarışlara başlayır, götür-qoy eləyir. Baxma, yəni cəmaatın yanında da üzü qara olur ki, varis yoxdur, ona görə təşvişə düşür. Elə bu vaxtlarda saraya bir dərviş gəlir. Deyir, padşahın hüzuruna çıxmaq istəyirəm. Dərviş dediyimə də baxma. Yəni dərviş geyimində bir kişi deyəyən yaxşısı. Çünki bu da düzəməlli adam deyil. Amma bu barədə birazdan danışacağam. İndidən spoiler verməyim. Padşah da nə əcəbsə kişini hüzura qəbul eləyir. Əslində normalda yəni çox yekəxana, qıcığı bir adam olur bu padşah. Amma indi xoş vaxtına düşür yəqin ki. Dərviş deyir ki, şah sağ olsun. Bilirəm övladınız olmur. Amma sizin dərdinizin dərmanı məndədir. Mən elə eləyərəm ki, bütün qadınlarınızdan övladınız olar. Əslində bu hissədə qorxdum ki, bu dərviş sapıq mollalar kimi deyər, bəs qadınlar bir gecə mənim ocağımda qalmalıdılar. Amma şükür ki, elə demədi. Cibindən bir dərman çıxartdı və padşaha təqdim elədi ki, şah sağ olsun. Bu dərmanı həm siz, həm də xanımlarınız içsin, bəs qısa müddətdə sevinərsiniz. Padşah da qəbul eləyir. Amma dərviş dərmanı vermədən əvvəl deyir ki, bir şərtim var. Əvvəlcə bunu deyim ki, sizin 3 oğlunuz olacaq. Şərtim də odur ki, 15 il sonra gələcəm və oğullardan birini mənə verəcəksən. Padşah deyir, ay kişi, gicdəmə, bu boyda padşah dərvişə övlad verər. Dərviş də deyir, şah sağ olsun. Bax da, yəni razılaşmasın, dərmanı verə bilmərəm. Padşah da məcburiyyətdən, okey, verərəm deyib, dərvişi yola verir ki, bəs sonra bir şey fikirləşərik. Dərvişə də söz verir ki, verəcəm övladlarımdan birini. Sən dərmanı hazırla. Padşahdan razılıq alandan sonra dərviş dərmanı hazırlayır. Da indi bilmirəm cadu eləyir, ya otlardan, ədviyyatlardan filan kokteyl hazırlayır. Orasını yalan deyərəm. Babalı öz boynuna. Amma dərmanı padşaha çatdırır. Sonra da çıxıb gedir. Ay, boğazım qurudu. Gözlə bir dənə su içim, ay fikirçi. Padşah bunun dediyi kimi dərmanı həm özü içir, həm də qadınlara içirir. Doğrudan da dərvişin dediyi kimi qısa vaxtda qadınların üçündən də şad xəbər alır padşah. Belə-belə ay keçir, il dolanır, dərvişin dediyi kimi padşahın 3 oğlu olur.
Padşah, indi burasına qulaq as sən. Şah qızından olan oğluna Şahbala, bəy qızından olan oğluna da Bəybala adını qoyur. O boyda padşah olasan, səndə 1 qram vizyon olmaya. Nəysə, hələ sonrasına qulaq as. Dəvəçi qızından olan oğluna da Nərbala adını qoyur. Mən əvvəl bunu oxuyanda dedim öküz nə də olsa ata ürəyidir. Yəni oğlana Nərbala adını qoydu ki, bu, yəni ana tərəfdən nəsli kökü əsilzadə olmasa da, kasıb kişinin nəvəsi olsa da, bu oğlum da heç olmasa igid cömərd oğlu olsun. Elə bildim atalıq bunu din imana gətirib Yüngülvari. Yəni nə bilim, dedim bəlkə adam olar. Burada bir dırnaq açıram. Yəni qızlar, siz də gedib əyri-üyrü kişiləri özünüzə götürməyin ki, mən bunu düzəldərəm. Mənim sevgim onu sağaldar. Bilirəm, eləyirsiniz elə şeylər. Amma eləməyin. Elə bir şey mümkün deyil də. Yəni əyri-əyridir. Belə də ki, çiçək kimi qızsız, gedin özünüzə layiqin tapın da. Dırnağı bağladım. Keçək bu Nərbala söhbətinə. Da demə, söhbət başqaymış. Nər həm də dəvə deməkdir axı. Bu geri zəkalı oğluna Dəvəbala adını qoyub elə bil. Pardon da denən sənin oğlundur da, yəni nə olmuşdu ki? Bu uşaq padşah oğludur da, bu niyə cəmaatın içində xar eləyirsən ki? Nəysə, padşah yenə səviyyəsizliyinə davam eləməkdə olsun. Zamanda öz atını çapırmış. Mən çox tez-tez danışdım deyəsən, bilmirəm niyə elə oldu. Hə, davam edəmcə yavaş gedək. Deməli, ay keçir, il dolanır, oğlanlar böyük oğlan olur. Padşah yenə də Şahbala ilə Bəybalanın başına and içir, amma Nərbalanı saymır. Onu küncdə bucaqda gəzdirir ki, elə bil bu dəvəçi qızı dədəsinin evindən gətirmişdi bu uşağı. Həm qadının özünü, həm uşağı türklər demiş necə lazımdır ezikləyirlər dayanmadan. Padşahdan üst tapan oğlanlarla anaları da Nərbalanı da incidirlər, elə onun anasını da incidirlər. O biri qadınları da bu Nərbalanın anasını qulluqçu kimi işlədirlər qabaqlarında. Biz əslində ümumi belə Nərbaladan danışacağıq, amma yəni oturub o qadına da qulaq asın, 3 sezonluq ağlaşmalı türk serialı çıxar onun hekayəsindən də valla. Hə, nəysə, belə oğlanlar böyüyürlər, 15 yaşlarına gəlib çatırlar. Vaxt nağıllarda da çox tez keçir, ay fikircə. Hə, uşaqlar gözümüzün qabağında böyüdülər. Bunlar böyüyüb 15 yaşına çatan kimi də nə olur? Əlbəttə ki, dərviş tapılır. Bəs gəlib padşaha deyir ki, şah sağ olsun, davay ver oğlanlardan birini. Padşah deyir, etmə, eləmə, ay bala, adam içinə çıxa bilmərəm. Deyərlər, padşah oğlunu başqasına verdi. Deyir, məsələn, dərvişə mal, mülk, pul, qadın, vəzifədən nə təklif edirsə, dərviş deyir ki, yox, öldü var, döndü yoxdur. Heç birini istəmirəm, bəs kişisən, cahilsən, səndən kəlmə kəsmişik. Ver oğlanlardan birini. Sözündən dönmək olmaz. Padşah da görür başqa variant yoxdur, deyir, Daniyyə götür Nərbalanı. Nərbalanın anası ağlayıb yalvarır, düşür bunun əl-ayağına, ancaq ki, padşah ona qulaq asmır. Mən bu nağıla kimi, nə yalan deyim, Məlik Məmmədin atasını pis kişi bilirdim, onu bəyənmirdim. Amma bunu tanıyandan sonra fikirləşdim, elə buna baxanda onun ətəyində namaz qılmaq olar. Nəysə, Nərbala sakit-sakit düşür dərvişin dalına gedir. Çünki həm atasının sözündən çıxa bilmir, həm də özünü də sındırmaq istəmir. Deyir, pozarım sandın acılar, dişimi sıkar giderim. Sonrası necə idi onun? Hə, ezdirməm sana kəndimi, qapıyı çarpar giderim. Nə qəşəng mahnıydı o da. Nəysə. Nərbala elə həmin an padşaha gözücü baxır ki, bir yüngülvari xəcalət ya kədər görəcək ya yox, görür, yox əşi, padşahın vecinə deyil. Üstəlik padşah əmr eləyir ki, Nərbalanın qollarını arxadan bağlasınlar. Deyir, birdən qaçar, dərviş o biri oğlanlar üçün gəlir. Adama belə söz tapa bilmirəm. Day demə, bu dərviş də padşaha xox gəlibmiş ki, oğlanlardan birini verməsin, elə eləyərəm ki, hamısı ölər. Bu da ona görə qorxurmuş ki, bunun əziz girami bəy balası ilə şah balası üçün gələr birdən dərviş. Nəysə, Nərbala da dərvişlə getməyə belə çox da açığı desəm həvəssiz olmur. Çünki əvvəl də dəfələrlə qaçmaq istəyir, amma anası bunu qoymur ki, bala getmə. Fikirləşir ki, həm üzdən İraq dədəsinin tənəsindən canı qurtaracaq, həm də dərviş bəlkə onu özünə köməkçi eləyər, bu bir günə çıxar, normal həyat yaşayar. Nəysə, dərvişlə Nərbala düşürlər yola. Dərviş qabaqda, Nərbala da qolları bağlı, onun dalınca az gedirlər, çox gedirlər, dərə-təpə düz gedirlər. Səhərə az qalmış gəlib çatırlar 2 dağın arasına. Elə bu vaxt Nərbala qəfil birdən səs eşidir. Baxır ki, bir dənə quru kəllə onun yanında fırlana gedir. Özü də ki, danışır. Yəni quru kəllə dil açıb danışır. Nərbala belə heyrətlə kəlləyə baxanda kəllə deyir ki, Nərbala, eşit bil, bu dərviş adam yeyəndir. Mən də sənin kimi cavan bir oğlan idim. Dərviş məni atamdan, anamdan alıb gətirdi, təndirə salıb bişirdi, yedi. Özünü qoru.
Bizim qanımızı yerdə qoyma. Qoy ruhumuz rahatlığa çıxsın. Mənim kimi bəs neçə adam hələ də onun əsiridir. Ətimizi yeyib, ruhumuzu da dustaq saxlayıb. Kəllə bu sözləri deyib birdən-birə yoxa çıxdı. Nərbala da getdi fikrə, bilmədi ki, neynəsin. Qayıdıb qaça bilməzdi, çünki əlləri bağlı idi. Nə qədər qaçsaydı da onsuz da dərviş onu tutacaqdı. Yeri gəlmişkən əslində bu mövzuda bir fərziyyəm də var. Mənə elə gəlir ki, bu dərviş bəlkə də o Hansel və Greteldəki qarının əmsi oğluymuş. Yəni onun atası Almaniyaya köçüb fəaliyyətini orada davam eləyib, bu dərvişinki də qalıb ata yurdunda. Oldu da, nə bilmək olar ki. Harda qalmışdıq? Dayın görüm nə deyirdim? Nərbalada. Nərbala dedi sən öl, yağışdan çıxdıq, yağmura düşdük də. Onsuz da yəni mənim bəxtim yaxşı olsaydı, o dədəm başqası olardı. Elə bu vaxt birdən dərviş dayandı, dedi bala çatdıq. Nərbala başını qaldırıb gördü ki, dərənin lap qutaracağında heç kimin ağlına gəlməyən yerdə böyük bir binanın qabağındadılar. Dərviş cibindən bir dəstə açar çıxartdı. Bu açarlardan biri ilə qapını açdı. Əvvəl Nərbalanı içəri saldı, özü də girib onun ardıca gedib, sonra qapını bağladı. Onu dar, qaranlıq bir yerdən keçirtdi və sonra bir dənə otağa girdilər. Otaqda zülmət qaranlıq. Dərviş Nərbalanı salınmış bir dəst yorğan döşəyin yanına gətirib dedi ki, həm gecdi, həm də yorulmuşuq. Yataq sabah danışarıq. Bala, mənim heç kəsim yoxdur, səni özümə oğul eləyəcəm. Narahat olma, arxayın yat. Bunu deyib otaqdan çıxdı. Qapını da bağlayıb getdi. Yəni kilitlədi də, belə deyim. Adama deyərlər, madam oğul eləyəcəksən, uşağın qollarını niyə açmırsan? Nərbal da doğrudan o qədər yorulmuşdu ki, elə qolları bağlı uzanıb yatdı. Amma səhərə qədər rahat yata bilmədi. Tez-tez diksinib yuxudan oyanırdı, bir ətrafa qulaq belə qabardırdı ki, görüm nəsə hərəkət var, sonra yenə yatırdı. Yenə yata bilib, yəni mən olsam səhərə kimi ya orada ölərdim, ya da gözümə yuxu getməzdi. Nəysə, səhər dərvişin ayaq səsləri ilə oyandı Nərbala. Qulaq verib gördü ki, dərviş qapını açır. Tez qalxdı ayağa. Dərviş girdi içəri, gəlib onun qollarını açdı. Dedi ki, bala, bu mal, dövlət, elə bil ki, hamısı sənindir. Biz burada ata-bala kimi dolanacaq. Dünən gecə nə demişəmsə odur. Ancaq əslində bura kimi deyəndə Nərbala bir dedi ki, dayandı ki, bəlkə kəllə mənə yalan deyirdi, nəsə hiylə idi. Ancaq sonrasında gördü ki, vəziyyət o deyil. Çünki dərviş buna dedi ki, bəs bizim çörəyimiz yoxdur, gəl qabaqca gedib təndiri yandırıb çörək bişirək. Sonra gör sənə nələr göstərəcəm. Dərvişin iç səsi nah. Təndir deyəndə kəllənin dedikləri yenə gəldi, düşdü Nərbalanın yadına. Ancaq indi qorxmurdu, çünki əlləri açıq idi. Dərvişin ona gücü çatmazdı, özündə fikirləşirdi ki, bu da qoca kişidir də, indi neyniyə bilər ki, dərviş axır bir variant eləyərik. Ancaq belə şirin-şirin danışmağından da başa düşdü ki, bu çox hiyləgər adamdır. Ona görə dərvişin bütün sözlərinə, hərəkətlərinə belə diqqətlə fikir verirdi ki, görüm birdən nəsə eləyər. Dərviş bəs Nərbalanı götürüb apardı başqa otağa. Nərbala baxdı ki, bura elə bir təndirxanadır da, təndir damıdır. Dərviş dedi, oğul, həm xəmir yoğurmalıyıq, həm də təndiri yandırmalıyıq. Hansını sən eləyərsən? Nərbala da dedi ki, baba dərviş, əgər deyirsən ki, biz ata-bala oluruq, da mənə yaraşmaz ki, mən sənə iş gördürəm. Bundan sonra bu işlərin hamısını özüm görəcəm. Ancaq hələ heç birini bəs bacarmıram da, bilmirəm necə eləmək olar. Bu günlük sən elə, mən baxım öyrənim, gələn dəfədən də mən eləyərəm. Dərviş dedi, yaxşı, düz deyirsən, bax öyrən. Bunu deyib dərviş təndiri yandırdı. Sonra un gətirib xəmir yoğurmağa başladı. Elə ki, xəmir hazır oldu, təndir də tüstüdən düşüb közərdi. Dərviş ayağa durub yekə qara bir dənə tiyan gətirdi, təndirin içinə saldı. Nərbala baxdı ki, tiyan elə bu təndir üçün düzəldilib. Tiyan da bilirsən nə day fikirçi, metal dərin yekə qazandır. Məsələn, o qır əridilən qazanlar olur, bax onlardan. Tiyanın qulpları da düz təndirin elə bil kənarlarına dayanıbmış da, onu çox aşağı düşməyə qoymurmuş. Elə bil tiyanın dibi elə necə deyim, bu təndirdəki közdən, oddan biraz yuxarıda qalırmış. Dərviş başı batmışdı, elə bilsən ki, MasterChef-dir. Vamxodda asta-asta bişirir qurbanlarını. Nərbala elə bir dərvişin başını qatmaq üçün soruşdu ki, baba dərviş, bəs bu tiyan nə üçündür? Dərviş dedi, oğlum, çörəyi təndirə yox, bu tiyanın divarlarına yapıram. Bəs ona görə ki, çörək küt düşəndə təndirə düşüb zay olmasın. Nərbala əmin oldu ki, dərviş yalan deyir. O saat yenə kəllənin sözlərini bir keçirtdi ağlından. Başa düşdü ki, dərvişin məqsədi odur ki, bunu bişirsin, yesin. Nəysə, Nərbala heç nə demədi. Gözlədi ki, görək işin axırı nə olacaq da.
Dərviş oturub xəmiri kündələdi, düzəltdi. Nərbala da ona kömək elədi. Amma Nərbala açıq görürdü ki, Dərviş qəsdən elə bil ki, özünü ləngidir. Dərviş o qədər gözlədi ki, təndirdəki tiyan ot kimi qızardı. Ayağa qalxıb təndirin kənarında oturdu, tiyanın istiliyini yoxladı. Sonra Nərbalaya dedi ki, indi gəl otur, sən çörəkləri yap. Nərbala bu dəfə heç bir söz deməyib, gəldi keçdi təndirin yanına. Dərviş çörəklərdən birini ona verdi, dedi, amma təndirin içinə elə sallan ki, bəs ən aşağı tərəfə qədər get, çörəyi oda yaxın yap ki, bişsin də, yoxsa çiğ qalar. Dərviş, seni küçük aptal. Biraz daha açıq danış da. Niyəsə nağıllardakı bu pislər hamısı da çox başıboş olurlar. Sən gəl bizim tanıdığımız pisləri gör. Nəysə, Nərbala baş üstə deyib özünə elə göstərdi ki, güya çörək yapmağa hazırlaşır, amma əslində bir balaca da belə əyilib gizlicən şeyə baxırdı da, Dərvişə baxırdı ki, görüm nə edəcək. Gördü Dərviş səs olmasın deyə belə barmaq ucunda getdi divara yaxın, oradan tiyanın qapağını götürdü. Bir əlinə də bir dənə balaca balta götürdü, ona tərəf yavaş-yavaş gəlməyə başladı. Nərbala gördü ki, yox, kəllə 100% düz deyirmiş. Bu Nərbala da dəhşətdir də, 50 dənə sübut axtarır. Yəni axır indi tam olaraq qandı ki, Dərviş istəyir ki, bunu balta ilə vurub salsın bu qazan nədir bu tiyanın içinə. Sonra da qapağı örtsün üstünə. Nərbala da dünənki uşaq deyir ki, o dəqiqə bir variant fırlatdı. Dərviş belə yaxınlaşanda tez ayağa qalxdı Nərbala. Dedi ki, bəs baba Dərviş, mən təndirə çörək yapmamışam heç, bacarmıram. Əlimdə birdən xəmir düşər, zay olar, bir şey olar. Al birini sən yap, mənə göstər, o biriləri mən yaparam. Dərvişin də beyni çöndü, amma belə çox bir üzə verməmək üçün dedi, yaxşı. Tez əlindəki şeyləri yerə qoydu. Bəs çörəyi Nərbalanın əlindən aldı, öz içində də deyinirdi yəqin ki. Əyildi təndirə ki, bax belə aşağı doğru əyiləcəksən. Elə bunu deyəndə də Nərbala gözləyir ki, bu biraz daha aşağı doğru elə bil uzansın da Dərviş. Elə Dərviş çörəyi yapmaq istəyəndə Nərbala bir dənə təpi vurdu Dərvişə, Dərviş düşdü bu şeyin içinə, təndirin içinə. Nərbala da tez o qazanın ağzını bağladı, özü də çıxıb oturdu qazanın üstündə. Dərviş nə qədər qışqırdısa, Nərbala qapağın üstündən qalxmadı. Dərvişin aqibəti də yəni əmsi qızı kimi oldu da, yandı, öldü. Nəysə, biraz keçəndən sonra Dərvişin səsi kəsildi. Dərvişin öldüyündən əmin olandan sonra Nərbala durdu, başladı sarayı gəzməyə. Bu sarayda da, ay fikirçi, deməli 40 dənə otaq var imiş. Özü də, yəni deyir, hamısı bir-birindən gözəl imiş də. Dünyada nə istəsin burada tapmaq olar. Nərbala 39 dənə otağı gəzib qutarandan sonra gəlib çatdı bəs 40-cı otağın qapısına. Bu qapını da açıb girdi içəri. Baxdı ki, bura belə çox təmiz, səliqəli bir tövlədir. Tövlədə bir dənə at var, bir dənə şir, bir dənə də qəfəsdə gözəl bir quş. Nərbalanı görəcək deyir, at kişnədi, aslan nərildədi, quş da adam kimi dil açıb başladı danışmağa. O Nərbalaya dedi ki, xoş gəlmisən. Biz neçə müddətdir ki, burada əsirik. Amma bilirdik ki, Dərvişin nə qədər dayan. Bir dəqiqə dilim dolaşdı. Amma bilirdi ki, Dərviş nə qədər hiyləgər olsa da, axırda elə bir igid tapılacaq ki, ona qalib gələcək. Nərbala baxdı ki, deməli indi burasına qulaq as. Dərviş bu atın qabağına ət qoyub, aslanın qabağına dən töküb, quşun da qabağına ot qoyubmuş. Tez bu Nərbala götürdü, dəyişdirdi. Yəni əti aslana, otu ata, dəni də quşa verdi. Heyvanların üçü də səslənib Nərbalaya sağ ol dedilər. Bu hissəsi o qədər xoşuma gəldi ki, ay fikirçi. Çünki söhbət təkcə yemdə deyil, yəni qəbul elədiyin ya da içində olduğun şeylərdən söhbət gedir əslində. Yəni kim ki öz təbiətinə uyğun yaşamır, onun sonu dustaqlıqdır. Yəni özüvə əgər bunu eləyirsənsə, özüvü bir növ özüvə ya da sənə uyğun olmayan bir həyata məhkum eləyirsən. Çox maraqlıdır, bu hissəsi çox xoşuma gəldi. Bunu bir düşün. Amma mütləq düşün. Ancaq ki, sonra düşünərsən. İndi nağıla qaydaq. Gözlə bir dənə də boğazımı yaşlayım. Ondan sonra davam eləyəcəm. Deyə bilərsən ki, pauzanı bas, get suyu iç, gəl, nə məni gicəltmirsən. Amma bunları birləşdirmə filan hissəsi çox gözümə durur. Ona görə belə eləyək. Bir saniyəyə gəlirəm də belə də ki, nə deyib? Orada bir saniyəlik bizim mənim hörmətim yoxdur ki, sizin yanınızda. Hə. Quş dedi ki, Nərbala, sən bizim yemlərimizi dəyişdirdin.
Hər kəsə öz yemini verdin. Görünür ki, sən haqsızlığı sevməyən insaflı adamsan. Biz belə bir adamın yolunda lap lazım olsa ölümə də gedərik. Hər nə çətin işin olsa bizə de. Biz sənə kömək eləməyə hazırıq. Da bundan sonra biz qardaşıq. Öl desən ölərik, qal desən qalarıq. Nərbala da dedi ki, mən sizi burada bu qaranlıq tövlədə, qəfəsdə zincirə bağlı qoya bilmərəm. Ona görə də sizi açıb buraxıram. Sonrasını özünüz bilərsiniz. Geçsiz də Allah canınızı sağ eləsin, yox əgər qalsız da mən də ölənə qədər sizlə ayrılmaram, axıra kimi də dost olarıq. Elə siz deyən kimi də bundan sonra qardaşıyıq. Bunu deyib bunların üçünü də buraxdı. Heyvanlar qaçmaq əvəzinə gəldilər, Nərbalanın başına yığışdılar. Quş dedi ki, bəs biz bundan sonra səndən qalacağıq, amma gündüzləri gedib gəzib dolanarıq, özümüzə yem taparıq, axşamlarda həmişə bura gələrik. Quş sözünü deyib uçdu getdi. Atla aslan da yenə birdən-birə elə bir dəqiqənin içində yoxa çıxdılar. Nərbala da başladı dərvişin bağçasını gəzməyə. Bağça elə bir bağça idi ki, deyir gül bülbülü bülbül gülü çağırırdı. Burada elə gözəl meyvələr, güllər, çiçəklər var idi ki, Nərbala bunları öz atasının ən məşhur bağlarında belə görməmişdi. Nərbala o qədər gəzdi, o qədər dolandı ki, lap yorulub əldən düşdü. Axırda yığdığı meyvələri yedi, sonra da uzanıb bulağın başında yatdı. Az yatdı, çox yatdı, bilmədi. Bir vaxt gözlərini açanda gördü ki, at bir tərəfində, şir o biri tərəfində, quş da başının üstündə daşda oturub. Heyvanlar Nərbalaya da elə bil ov yemək gətiribmişlər. Şir bir dənə ceyran ovlayıb gətiribmiş. Qız nədir? Quş kəklik tutubmuş. At da ki belə də, at da özü gəlibmiş. Nərbala durub özünə yemək hazırladı, yedi, içdi, yatdı. Bu gündən sonra elə bil oldular dost. Gün keçdi, həftələr dolandı. Hər gün bu heyvanlar gedib gəzirmişlər, axşamda gəlirmişlər Nərbalanın yanına. Amma ki, Nərbala da darıxmağa başlayıbmış. Çünki niyə? Çünki insandır və hər insan kimi ona da rahat batır. Heyvanlar da görürlər ki, bu bir nəfər darıxmağa başlayıb. Bir axşam quş deyir ki, əgər çox darıxırsansa, biz səni şəhərə aparaq. Gəzərsən, sonra da qayıdarıq. Nərbala əvvəl həvəslənsə də sonra tərəddüd elədi. Çünki bu şəhər atasının incitdiyi bir padşahın paytaxtı idi. Qorxdu ki, bəs şəhərdə tanınıb ələ keçər. Onlar nə bilirlər ki, bu da atasına görə az çərrəməyib. Fikirləşdi ki, mən bundan bir dədəlik görməmişəm, bir də tutulub buna görə işə düşərəm. Quş gördü ki, Nərbalanı fikir götürüb, dedi, biz bilirik sən nəyə görə fikir eləyirsən, ancaq qorxma. Paltarlarını dəyiş, köhnə paltarlar gey. Biz səni səhər tezdən, hələ lap hava işıqlanmamış şəhərə çatdırarıq. Gəzib dolanarsan, axşam qaranlıq düşəndən sonra da gəlib səni gətirərik. Nərbala razılaşdı. Gecəni yatdılar, səhər hələ hava işıqlanmamış Nərbala qalxdı. Bir dəst köhnə paltar geyindi, başına da bir köhnə dəsmal bağladı. Atı mindi, at altında, şir yanında, quş da başının üstündə. Elə səhər açılmamış gəlib çatdılar şəhərə. At şəhərin kənarında, uca bir hasarın yanında dayandı. Nərbala düşdü atdan. Quş da hasarı göstərib buna dedi ki, bəs bura padşahın gül bağıdır. Yaz, yay, bir də payızda padşahın qızları bu bağdakı sarayda yaşayırlar. Sonra tükündən bir dənə çəkib verdi Nərbalaya. Dedi ki, gəzib dolanarsan, axşam biz burada səni gözləyəcəyik. Ancaq işdir, birdən biz gələnə qədər bir başına bir iş gələr, bir qəza olar. Bu tükü götürüb yandırarsan, biz harda olsaq sənin köməyinə gələrik. Heyvanlar getdilər, Nərbala da dedi, yaxşı. Dostlarından ayrılıb yavaş-yavaş şəhərə tərəf gəldi. Şəhər çox böyük idi, tanış da yox idi. Ona görə Nərbala rahat-rahat şəhəri ürəyi istəyən kimi gəzdi. Arada yoxlayırdı ki, görüm tanıyan bilən olacaq ki, bu kimdir? Gördü, yox, heç buna fikir verən yoxdur. Bu da rahat öz kefində gəzdi, dolandı. Lap belə yorulub əldən düşdü. Axşama biraz qalmış, yenə gəldi həmin bağın yanına. Hasarın yanında dayandı. Bu şeyləri başladı gözləməyə də, bu quşgili gözləməyə başladı. Birdən bağın qapısı açıldı, içəridən bir ağsaqqal qoca çıxdı. Nərbala qocanı görəndə ədəb-ərkanla salam verdi. Çünki qabiliyyət qanacağını anasından almışdı. Atasını onsuz da özünüz bilirsiniz. Nəysə, qoca da salamı aldı ki, bəs oğlum, kimsən, kimlərdənsən, qəribə adama oxşursan da, niyə dayanmısan burada? Nərbala da dedi ki, bəs qəribəm, amma dostlarımı gözləyirəm, gedəcəm. Kişi də dedi ki, bəlkə qalmağa yerin yoxdur, elədirsə denən, narahat olma. Nərbala da indiyə kimi heç kəsdən, xüsusilə də heç bir kişidən belə yaxşı münasibət görməmişdi. Gördüyü kişilər Allah göstərməsin, əclaf atası ilə pislik qardaşları idi. Saraydakı o biri adamlar da bu baxırdılar atasına, qardaşlarına, onlar da buna belə pis davranırdılar.
Sonra bir kimi görmüşdü dərvişi. Dərviş də lap bunu salacaqdı təndirə, bişirib yeyəcəkdi. Ona görə Nərbalanın qocadan çox xoşu gəldi və dedi ki, bu günə kimi heç bir kişi mənə belə davranmayıb. Gəl bura səni dəli. Mən sənə vuruldum. Gəl evlənək. Bu nağılı Netflix çəksə 100% belə çəkərdi, amma yaxşı ki çəkməyib. Orijinalda da belə deyil. Nərbala yenə ədəb-ərkanla qocaya dedi ki, yox əmi, çox sağ ol. Birinci dəfədir bu şəhərə gəlmişəm, düzdür, amma dostlarımı gözləyirəm. Yəni onlar gəlsinlər, qoşulub gedəcək öz kəndimizə. Qoca dedi ki, oğlum, mən bu bağın bağbanıyam. Buranı mən salmışam. Bu ağacların hamısını da bax mən yetişdirib böyütmüşəm. Bir neçə dəfə bizim qonşuluqda olan padşah qoşun çəkib bizim üstümüzə gəlib, şəhəri talayıb, adamlarımızı qırıb, amma duruş gətirə bilməyib qaçıb gedib. Hər dəfə gedəndə də bizim bu bağı viran qoyub. Sonradan mən yenə düzəltmişəm. Bu dediyi padşah da Nərbalanın atasıdır. Sonra deyir ki, mən görürəm ki, sən yaxşı uşaqsın. Şeyində bu bağbanında danışası var imiş. Deyir ki, bəs mən görürəm ki, sən yaxşı uşaqsan. Mənim də heç kəsim yoxdur. O padşah axırıncı dəfə bizim üstümüzə gələndə mənim də evimi talan elədi. Var yox bircə oğlum var idi, onu da öldürdü. Burada da ürəyimiz sızım-sızım sızıldadı. Bəs deyir ki, indi səni gördüm, yaman ürəyimə yatdın. Əgər başqa bir işin, peşən yoxdursa, gəl mənə şagird ol, bir yerdə işləyək. Mənim ömrüm onsuz da çox qalmayıb. İstəmirəm ki, məndən sonra bu bağın naşı adamın qədir-qiymət bilməyən birinin əlinə düşüb xarab ola. Elə Nərbalanın da bizim kimi ürəyi sızım-sızım sızıldadı. Bunu fikir götürdü ki, görəsən bağban hansı padşahdan danışır? Bəlkə elə onun atasından danışır. Atasının yerinə ölüb girdi yerə. Bağbana da deyə bilmədi ki, ehtimal var sənin oğlu öldürən mənim Allah vurmuş atam ola. Ancaq ürəyində çox narahat olsa da bağbana da qanı qaynamışdı deyə yox demədi, razılaşdı. Dedi gələcəm əmi. Ancaq bu gün gərək gedib kəndimizə anamdan icazə alım, sonra gələrəm. Qoca bəs öz evini Nərbalaya göstərdi ki, əgər gəlsən qapını döyüb məni çağırarsan. Nərbala dedi baş üstə. Bağban getdi girdi evinə, Nərbala da bu şeyin yanına, hasarın yanına qayıtdı. Bunu yenə dərd almışdı ki, at, şir, quş gəlib çıxdı bura. Nərbala yenə də atı mindi, şir yanında, quş da başının üstündə gəlib çıxdılar öz qalalarına. Deməli, bu qalada yeyib içib dincələndən sonra Nərbala dostlarına dedi ki, bəs mən burada adamsızlıqdan, bekarçılıqdan çox darıxıram. Gedib bağbana şagird olmaq istəyirəm. Dostlar da dedilər ki, get Allah xeyri versin, biz sənə qarışa bilmərik. Nəysə belə, bunlar dincəldilər, yatdılar. Səhər tezdən elə bir heyvanlar onu yenə götürüb gətirdilər həmin bağın yanına. Quş tükündən bir neçə dənə çəkib Nərbalaya verdi ki, biz orada qalacaq. Nə vaxt sənə nə lazım olsa tükü yandırıb bizi çağırarsan. Nərbala dostları ilə görüşüb halallaşdı. Sonra onlar getdilər, bu da gəldi bağbanın yanına. Bu bağda ki, elə bil şəhərin ən gözəl bağı hesab olunurdu. Özü də padşahın bağı idi. Padşahın 3 qızı var idi. O quş deyən kimi qızlar da elə burada yaşayırdılar. Hər gün də elə bil axşamçağı düşüb bağı gəzirdilər. Nərbalanın bağa gəldiyi günün axşamı qızlar adətləri üzrə bağı gəzməyə çıxmışdılar. Nərbala da bağın bir tərəfində bağbanla işləyirdi. Qızlar biraz gəzəndən sonra bağbanın yanına gəldilər. Böyük qız eşidib ki, bəs gül çiçəyi insanın frekansını yüksəldir, dişil enerjisini coşdurur. Ona görə bağbana dedi ki, bağban, bəs bu bağdakı güllər açıb niyə gətirib bizə vermirsən də, bizim otaqlarımıza qoymursan? Bağban dedi, xanım, mən özüm dərmirdim ki, bəlkə siz özünüz gəlib dərmək istəyirsiniz. Ortancıl qız ağzını büzüb dedi ki, yaxşı da, bəs gülü biz özümüz dərəcəksə, sən niyə saxlayırıq ki burada? Çox qıcıq. Bağban özünü izah eləməyə çalışdı ki, bunların acığı tutmasın. Dedi, yox, yəni gül dərməyin özü də maraqlıdır, ayrı bir ləzzəti var. Dedim, bəlkə özünüz istəyirsiniz ki, dərəsiz. Yoxsa mən də baş üstə səhər durub dərib eləyərəm. Nərbala ilə göndərərəm. Böyük qız soruşdu, kimlə göndərərsən? Bağban da Nərbalanı göstərdi ki, Nərbala ilə. Böyük qız Nərbalaya baxıb başladı gülməyə. Nərbala, ada bax filan. Ortancıl qız dedi, hə də, yəni dəvə balası. Böyük qız dedi, yəni köşək. Nərin o mənası da var imiş də. Nəysə, elə özü də dəvə balasına oxşuyur filan. Bundan məzələndilər. Ortancıl qız dedi ki, bəs mənim üçün gülü ondan göndərmə, sən özün gətir, mən onun paltarlarından iyrənirəm. Güya bunlar Nərbalanı bəyənmədilər. Amma məndən soruşsuz, məncə öz aləmlərində flörtləşirdilər. Bütün gün 4 divarın arasında kim görürlər güya.
Nərbala da indi yaraşıqlı, boylu, buxunlu qaqaş imiş. Xoşları gəlir, amma özlərinə də sığışdırmırlar deyə bu uşaqla məzələnirlər. Mənim fikrim budur. Qızların ən balacası bu böyüklər kimi olmur da. Nağılımızın yaxşı qızı da budur. Hirslənib bacılarına deyir ki, siz elə həmişə belə eləyirsiniz. Niyə, nə olub ki ona? Paltarı biraz köhnədir, köhnətdə nə var ki? Siz elə onun gözlərinə baxın, gözlərindən ağıl fışqırır. Böyük qız dedi, hə, yekə gözləri var, qara, elə dəvə gözünə oxşuyur. Nəysə də bu böyüklər məzələnməyə davam edirlər. Balaca qız da baxıb bacılarına öf, bu gün də başqalarının yerinə utandıq, çox şükür baxışı atıb Nərbalaya deyir ki, sən bunlara fikir vermə ay oğlan. Səhər mənim üçün gülü sən gətirərsən. Qız da məncə bunu bəyənib. Amma yəni bəyənməsə də bu qız belə rəftar eləyərdi, çünki bu yaxşı qızdır. Nəysə, bacılar gülüşüb dedilər ki, səhər tezdən sənə bir dəstə dəvə gülü gətirəcək. Bacıların yumor anlayışını da dəvələr tapdalasın. Çox ət tökən, çox şit. Nə valla. Qardaş, zarafatı qoyun, zarafat eləyə bilənlərə də, yəni nə məcburdur ki, hamı gülməli olacaq deyə bir şey var, yoxdur. Eləmə də eləmə, onsuz da alınmır səndə. Nərbala dedi ki, xanımlar, mən elə gül gətirərəm ki, balaca xanımın başı aşağı olmaz. Qızlar da yenə güldülər ki, səhər baxarıq, forsdandılar, getdilər. Qızların Nərbalanı ələ saldıqlarını görən bağban çox qəmgin oldu. Dedi ki, yox, burasını təzədən deyək. Nəysə, qızlar Nərbala ilə məzələndilər, onu ələ saldılar deyə bağban çox qəmgin oldu. Dedi, darıxma oğlum, onların sözləri sənə toxunmasın. Onlar onsuz da belədilər. Nərbala dedi, yox əmi, bu sözlər mənim üçün təzə deyil. Belə sözləri çox eşitmişəm. Da yazğın qulağı mazol olmuşdu da onsuz da dədə evindədir. Bağban dedi, dur bala, dur gedək, çaydan çörəkdən yeyib yataq. Bağban Nərbalanı da götürüb evə gəldi. Biraz çörək yeyib yatdılar. Elə ki bağban yuxuya getdi, Nərbala qalxıb çölə çıxdı. Tez o quşun verdiyi tüklərdən birini yandırdı. 5 dəqiqə keçməmiş quş gəldi. Dedi, nə olub Nərbala, nə lazımdır? Nərbala da dedi ki, gərək səhər açılmamış mənə elə bir dəstə gül gətirəsən ki, amma bu güldən bu padşahın məmləkətində tapılmasın. Quş da dedi ki, baş üstə, mən sənə elə bir gül gətirəcəm ki, gələn il bu vaxta kimi qalacaq, solmayacaq. Quş uçub getdi, Nərbala da gəlib başını atıb yatdı. Səhər tezdən bağban Nərbalanı oyatdı ki, bəs dur bala, mən böyük xanımlar üçün gül yığmağa gedirəm, dur sən də gedək. Balaca xanım böyüklərin ikisindən ağıllıdır, yaxşı qızdır. Sən gərək ona elə dəstə tutasan ki, o utanmasın, başı aşağı olmasın. Nərbala dedi, yaxşı, sən get, mən də bu saat gəlirəm. Bağban bağa getdi ki, bəs 2 dəstə gül yığıb qızlara aparsın. Yığdı, apardı. Qızlar baxdılar ki, bağban gülü gətirdi, amma Nərbala yoxdur. Yenə də gülüb balaca qızı ələ salmağa başladılar. Elə bu vaxt Nərbala gəldi. Ədəb ərkanla salam verib, əlindəki gül dəstəsini kiçik qızın qabağına qoydu. Dedi ki, bəs xanım, bu elə güldür ki, gələn il bu vaxta qədər qalacaq, solmayacaq. Güllər də o qədər gözəl idilər ki, qızlar deməyə heç bir söz tapa bilmədilər. Hərə öz gülünü götürdü, apardı otağına. Gecəni yatdılar, səhər durub tez gəldilər ki, gördülər ki, bağbanın gətirdiyi güllər yavaş-yavaş solub. Tez qaçdılar balaca qızın otağına ki, görək Nərbalanın gətirdiyi güllər necədir. Baxdılar, elə dünən necə görünürdüsə, bugün də elədi. Bir gün, 2 gün, 3 gün, bir həftə keçdi, Nərbalanın gətirdiyi güllər solmadı ki, solmadı. Bacılar da balaca bacıdan gizlin düşdülər, bütün bağı gəzdilər. Gördülər ki, yox, bu gülləri bu Nərbala başqa yerdən gətirib. Bacılar da paxıllıqdan bitər oldular. Təsəvvür elə xəbər o qədər paxıllanıblar ki, bu xəbər gedib padşaha çatıb ki, bəs bağbanın şagirdi onun kiçik qızına bir dəstə solmayan gül gətirib, o biri qızlar da buna dözə bilməyiblər, xəstələniblər. Söhbətə bax da sən canım. Padşah dedi, burada nə çətin iş var ki, sabah çağırıb deyərəm, gedib onlar üçün də gətirər. Sabahsı gün padşah Nərbalanın yanına çağırdı, dedi, ay gədə, özə gədə. O gülü, bəs sən gətiribsən? Nərbala da cavab verdi ki, bəli. Padşah dedi, bugün gedib ondan 2 dəstə də gətirərsən. Padşah bu sözləri dediyi vaxt vəzirin vəkilinin oğlanları da buradaymışlar. Vəzirin oğlu durub deyir ki, padşah sağ olsun. Bunun özü nədir ki, göyə gətirdiyi gül nə ola? Vəkilin oğlu da deyir ki, sən icazə ver, biz gedib ondan daha yaxşısını tapaq, gətirək. Nərbala çox sakit şəkildə dedi ki, siz ondan daha yaxşı gül tapa bilməzsiniz. Çox cool, çox sakit. Sonra da davam elədi ki, o elə güldür ki, dəriləndən sonra 1 il solmur. Çalışın onun özündən tapasınız, amma inanmıram ki, tapa biləsiniz. Padşah dedi, sən onu hardan dərmisən? Nərbala da qayıtdı ki, bəs mən o gülləri dərməmişəm. O gülləri ağ atlı, ağ çuxalı, ağ papaqlı bir dənə oğlan bazara aparırdı. Mən ondan aldım, aparıb xanıma verdim.
Bu da istəmir elə bil o qızlara da həmin güldən çatsın. Ona görə belə bir şey deyir. Padşah dedi, bəs bilmədin o gülü hardan gətirib? Nərbala dedi, soruşdum, dedi ki, bax o dağın dalından yığmışam. Padşah dedi, yaxşı, get yığ, gətir. Nərbala qayıtdı ki, padşah sağ olsun, mən burada bir qəribə oğlanam. Özümün də atım yox, ulağım yox, nə ilə gedim? Bəs gedə bilmərəm. Vəzirin oğlu ilə vəkilin oğlu qalxdılar ki, şah sağ olsun, biz duran yerdə bu kimdir ki, şah qızlarına gül gətirə? Bəs icazə verin, biz gedək. Padşah da ki, icazə verdi. Oğlanlar hazırlaşmışdılar getməyə. Bunlar da ki, fürsət güdürlər. Bütün artistlikləri onun üçündür ki, padşah yeznəsi olsunlar. Nərbala bunları qoyub qayıtdı yatmış şeyə. Nədir bu? Bağa. Gün keçdi, axşam oldu. Nərbala ilə bağban yatmağa hazırlaşırdılar ki, qapı yavaşca döyüldü. Bağban durub qapını açdı, gördü ki, padşahın kiçik qızıdır. Qız girdi içəri. Nərbala yenə qalxdı, ədəb-ərkanla buna salam verdi. Qız dedi ki, sən o gülün yerinə onlara dedin. Bəli, xanım, dedim. Bu da belə deyir. Sabah onlar o güldən gətirə biləcəklər, qız soruşur. Nərbala da belə duruxur birdən. Qız deyir ki, bəs açıq denəndə mənə görüm gətirə biləcəklər ya yox. Nərbala da qayıdır ki, mən sizə yalan demək istəmirəm, xanım. Ona görə də sizin xoşunuz gəlsə də, gəlməsə də düzün deyəcəm. Qız dedi ki, elə mən də onu istəyirəm. Nərbala qayıtdı ki, bəs o gülü onlar tapa bilməzlər. Qız soruşdu, niyə? Deməli, sən gülün yerinə onlara düz deməmisən. Bəs deyirdin ki, yalan danışmaram. Nərbala dedi ki, xanım, bayaq dedim ki, mən sizə yalan danışa bilmərəm. Düzünü də ki, hələlik demirəm, varianta bax da. Odur ki, xahiş edirəm, bu sualı mənə verməyəsiniz. Qız baxdı ki, Nərbala dəqiq bir söz deməyəcək, fikrə getdi, belə bir kefi pozuldu. Sonra da qayıtdı ki, Nərbala, mən istəyirəm ki, sabah onlar o güldən tapıb gətirsinlər. Nərbala niyəsini soruşanda qız dedi ki, bəs mən bacılarım danışanda onları eşitdim. Əgər gül tapılmasa, onlar vəzirlə vəkilin oğlunu öyrədəcəklər ki, gülün yerini deyənə qədər sənə eləsinlər də, əziyyət versinlər, işgəncə eləsinlər, sonra da öldürsünlər. Nərbala gülüb dedi, xanım, sən mənim bağban oğlu olduğuma baxma, onlar heç yel olub mənim yanımdan da ötə bilməzlər. Breh. Yenə cool başladı Nərbala danışmağa. Qız baxdı ki, yox, Nərbala həm cəsur oğlandı, həm də ki, ağıllıdır. Ürəyində sevindi. Amma sonra qayıtdı ki, Nərbala, onlar atamı da yoldan çıxardacaqlar ki, bağbana cəza versin. Nərbala dedi ki, ona niyə? Qız qayıtdı ki, bəs ona görə ki, o səni hardan tapıb gətirib. Nərbala dedi, bu barədə ona heç kəs bir söz deyə bilməz. Çünki mən onun nəvəsiyəm. Mənim atam atam yox. Mənim anam onun qızı idi. Biz kənddə yaşayırdıq. İndi anam ölüb, babamın yanına gəlmişəm. Nərbala da qıza deyir, yalan danışa bilmərəm, amma yalanın da biri bir qəpikdən gedir. Nəsə qız bağbana baxdı. Bağban da gördü ki, Nərbala çox ağıllıdır. Həm də onun yalanını açmaq istəmədi. Ona görə dedi ki, bəli xanım, bu mənim nəvəmdir. Qız Nərbalaya dedi, indi ki belədir, sən gərək razı olmayasan ki, atam sənin babıva cəza versin. Onlar istəyirlər ki, atam ona cəza versin ki, bəs niyə indiyə kimi o güldən tapıb bu bağa əkməyib? Bunu eşidən Nərbala bir fikrə getdi. Xanım, xahiş edirəm, 5 dəqiqə burada dayanasan, mən bu saat gəlirəm. Çıxdı çölə və neynədi? Quşa bir dənə vızvatdı da, tükü yandırdı. Quş da o saat özünü yetirdi. Nərbala quşdan soruşdu ki, bəs de görüm, o gülün tumundan tapıb gətirə bilərsən? Quş dedi, taparam. Nərbala dedi ki, səhər açılmamış atı mənə çatdırarsan, üstündə də öz rəngində bir dəst ağ paltar, ağ papaq olsun. Quş dedi, baş üstə. Nərbala da dedi ki, bir də mənə 2 dəstə solmayan gül gətirərsən. Quş dedi, ona da okey, baş üstə. Quş uçub getdi. Nərbala içəri girib qıza xarizmatik bir baxış atdı. Sonra da dedi ki, xanım, siz ki belə alicənab davrandınız, mən ömrümün axırına kimi sizdən dost olacağam. Hər bir arzuvuzu da yerinə yetirməyə hazıram. Arxayın ola bilərsiniz. Sabah onlar gül tapacaqlar. Dost denən. Qız bağbana baxdı, bağban qıza, amma heç biri bir söz demədi. Nərbalanın da ki gözü qızı tutub bu öz yerində. Nəysə qız çıxıb getdi. Nərbala ilə bağban da girdilər yerlərinə ki, yatsınlar. Səhərə yaxın quş 2 dəstə gül gətirdi, bir də atı gətirdi. Ay, bu nağıl nə uzun oldu, yoruldum. Nərbala elədi, nədir bu, ağ paltarı geyindi, ağ papağa qoydu, atı mindi. Gülləri də götürüb birbaşa padşaha dediyi o dağın dalına getdi. Səhər açıldı, Nərbala baxdı ki, budur, vəzirin oğlu ilə vəkilin oğlu gəlirlər. Tez üzünü ağ bir örtü ilə örtdü ki, bunu tanımasınlar. Atı minib yavaş-yavaş onlara tərəf sürməyə başladı. Oğlanlar baxdılar ki, Nərbalanın dediyi kimi ağ paltarı, ağ atlı adam gəlir. Özü də əlində həm
Nədir o? Həmin güldən 2 dəstə gətirir. Bir istədilər hücum eləyib onu vurub öldürsünlər, atı da, gülü də alsınlar, amma bir ata bir də oğlana baxıb qorxdular, nəsə risk eləmədilər. Salam verib soruşdular ki, bəs bu gülü hardan alıbsan? Nərbala səsini dəyişib dedi ki, bu gül mənim bağımda bitir. Soruşdular neçəyə verərsən? Bəs almaq istəyirik. Bu da dedi ki, bəs bunlar satdıq deyirlər. Dedilər ki, onda elə belə ver. Bəs xəstəmiz var. Həkimlər bu gülü dərman deyiblər. Nərbala da qayıtdı ki, bəs indi ki xəstəniz var, verərəm. Amma əvəzində hər əvəzin qoluna bir damğa basmalıyam. Mən ilk bunu eşidəndə fikirləşdim ki, damğa nə əlaqədə? Amma indi sonra görəcəksiniz. Bu Nərbala da az maşennik deyil. Oğlanlar gördülər ki, ayrı yolla gülü ala bilməyəcəklər. Fikirləşdilər ki, paltarın altında bizim qolumuzda göz damğanı kim görəcək ki, nəysə razılaşdılar. Çünki işin ucunda padşahın yeznəsi olmaq var. Nərbala hərəsinin sağ qoluna bir damğa basıb gülləri onlara verdi. Özü də nədir bu? Atı vurub bir dəqiqədə gözdən itdi. Elə ki, təpənin dalına yetişdi, atdan düşdü, paltarını dəyişib, atı yola saldı, evə gəldi. Gələndə də bu bağbana da o tumlardan da gətirdi ki, əksin. 1-2 saatdan sonra bütün şəhərə səs yayıldı ki, bəs vəzirlə vəkilin oğlanları böyük igidlik, qəhrəmanlıq göstəriblər, amma qollarındakı damğadan heç kimin xəbəri yoxdur. Elə həmin gün vəzirlə vəkil padşahın yanına gəldilər. Vəzir baş əyib dedi ki, padşah sağ olsun, mənim oğlum çox böyük igidlik göstərdi. Sənin böyük qızının istədiyi gülü tapıb gətirdi. İndi mən elçiliyə gəlmişəm. İcazə ver, böyük qızıvı oğluma istəyirəm. Onu alım. Vəzirdən sonra vəkil də baş əyib dedi ki, padşah sağ olsun, razılıq ver, ortancıl qızı da mən oğluma nişanlayım. Padşah dedi ki, sizin oğlanlarınızın bəs igid olduqlarına heç kimin şübhəsi yoxdur. Heç mənim sözüm yoxdur bu barədə. Ancaq gərək mənim şərtim budur ki, mən həmişə bəs belə niyyət eləmişəm ki, mən qızlarımın 3-ünü birdən evləndirəcəm. Odur ki, mən təkcə bu ikisini verə bilmərəm. Bir də ki, belə bir şey də deyir ki, gərək mənim qızlarım özləri razılaşalar. Kimə getmək istədiklərini özləri seçələr. Burada padşahdan xoşum gəlmişdi. Amma yenə də insanları tanımaq olmur, sonrasına qulaq asın. Padşah əmr elədi. Sabahsı gün bütün əhali sarayın qabağına yığışdı. Yəni şəhərin bütün subay elə bil oğlanları yığışıb gəldi bura. Qızların üçü də oturdu balkonda. Hərəsinin əlinə də bir dənə alma verdilər, qırmızı alma. Tapşırdılar ki, bəs kim hansı oğlanı istəyirsə, almanı ona atsın. Çox bomba qaydadır məncə. Nəysə, sonra oğlanlar bir-bir gəlib balkonun qabağından keçməyə başladılar. Bu böyük qızla ortancıl qız vəzirlə vəkilin oğlunu bəyəndilər normal olaraq. Bunlar o dişil enerji şeylərinə ilişiblər axı da. Yəni ki, mən karlı adama getməliyəm, hər istədiyimi o almalıdır, ancaq mənə bir şeylər verməlidir filan. Ancaq kiçik qızda hərəkət yoxdur. Kimi gətirdilərsə qız almanı atmadı ki, atmadı. Bütün oğlanlar keçib qutardı. Şəhərdə subay oğlan qalmadı. Axır padşah adam göndərdi ki, qız niyə almanı atmır? Qız da cavab verdi ki, bəs mənim gözlədiyim hələ gəlməyib. Çox fikirləşdilər, axtardılar ki, bəs kim qalıb? Tapa bilmirlər. Çünki şəhərin oğlanların hamısı gəlib keçib axı burdan. Axırda bir nəfər dedi ki, bəs bu bağbanın nəvəsi var idi, Nərbala. O qalıb. Adam göndərdilər, o da gəldi. Onu əslində elə belə çağırmışlar. Yəni heç kim inanmırdı ki, padşahın qızı onu alma ata. Amma iş başqa cür oldu əlbəttə ki, çünki niyə qızın gözü tutmuşdu bunu. Nərbala gəlib balkon qabağından keçəndə qız əlindəki almanı ona atdı. Bunu görən padşah cin atına mindi, dedi ki, o ki bu qədəyə alma atdı, day mənim qızım deyil. Özünü də elə həmin qədəyə verəcəm, belə istəsə də istəməsə də, qoy hamı gülsün ona. Padşah böyük qızı ilə ortancıl qızın, vəzirlə vəkilin oğluna verdi. Onlara belə böyük təmtəraqlı toy elədi, cehizlərlə adlı sanlı şəkildə yola saldı. Qızı da heç bir şeysiz quru-quru göndərdi bağbanın evinə. Nə cehiz verdi, nə toy elədi. Çox elə bir şey olub da, əsəbləşib bunun çestinə dəyib. Nəysə, bağban, Nərbala, bir də kiçik qız başladılar bir evdə yaşamağa. Ancaq qız da özünü heç sındırmayıb da. Yəni nə özü fikir eləyib, bəlkə də içində eləyər istər-istəməz, amma bunlara bildirməyib. Nə də ki, belə bağbandan Nərbalanı fikir eləməyə qoymayıb. Bu işin üstündən də bir müddət keçib. Ancaq ki, bu padşahın da ürəyi yumuşalmır. Yəni qızı bağışlamır. Ancaq elə oldu ki, bəlkə də bu
Padşah bəlkə xəstələnir. Tay bilmirəm, artıq karma işə düşür, yoxsa bu da qızın xiffətini çəkir, oralarından əmin deyiləm. Ancaq ki xəstələnir, boğazı elə şişir ki, deyir boğazından heç belə su da getmir. Nə qədər dərman verirlər, müalicə eləyirlər, buna heç bir şey kömək eləmir. Axırda gedib başqa bir ölkədən məşhur bir həkim tapıb gətirirlər. Həkim də deyir ki, bəs filan meşədə bir bulaq var, o bulağın başında bir dənə vəhşi heyvan yaşayır. Gərək onu ovlasınlar, bir neçə gün onun ətinin suyunu bişirib versinlər padşaha. Kürəkənlər bunu eşidirlər, tez atlarına minib ov axtarmağa gedirlər. Yəni bu əhvalatı də eşidir də, normal olaraq Nərbala da eşidir. Yenə nə edir? Yenə də quşa zəng, tez eləyir, bir dənə tük yandırır. Ağ paltarı bu quşa deyir ki, yenə atımı, paltarımı filan, onları hamısını göndər. Quş da deyir, okey. Deməli, Nərbala ağ paltarı geyinir, atı minir, şir yanında, quş başının üstündə özünü çatdırır həmin bulağın başına. Atdan düşüb heyvanlara da deyir ki, padşaha lazım olan heyvanı ovlayıb gətirin bura. Bir saatın içində də ki, ov hazır olur. Elə bu fərsiz kürəkənlər də hər yeri axtarıb əldən ayaqdan düşürlər, ancaq ovu tapa bilmirlər. Niyə? Çünki bizim balaca tülkü onu çoxdan əldə eləyib. Nəsə, geri qayıdan baş baxırlar ki, axtardıqları ov elə yenə bulağın başındadır. Nərbala bu tərəfdən çıxır, deyir ki, bunlar da eləmək istəyirlər, götürmək istəyirlər ovu. Nərbala bu tərəfdən çıxıb deyir ki, nə edirsiniz? Görmürsünüz ki, ovun sahibi burdadır. Kürəkənlər baxırlar ki, bu yenə həmin o ağ paltarlı oğlandır. Deyirlər, onun nə sahibi biz gördük bizimdir. Nərbala da deyir, yox, o mənimdir. Baxın, boynunda kəmənd də var. Bunlar da əvvəl güldülər, sonra oxlarını düzəldib Nərbalaya tuşladılar. Vurmaq istəyəndə Nərbala bir dənə fit çaldı. Bir tərəfdən quş, bir tərəfdən at, bir tərəfdən də ki şir gəldilər, dayandılar bunun yanında. Kürəkənlər gördülər vəziyyət başqa cürdür, oxlarını saldılar aşağı. Bu dəfə də Nərbala gülüb dedi ki, mən bilirəm ki, sizin qaynatınız bəlkə xəstədir. Həkimlər də ona, bəs bu ov ətinin suyunu dərman deyiblər. Bax, bu ovu mən sizin üçün tutmuşam, amma şərtim var. İndi yenə hər üzün sol qoluna bir damğa basacağam, sonra da ovu verəcəm sizə. Kürəkənlər baxdılar ki, yenə başqa variant yoxdur, razı oldular. Nərbala onların qollarına yenə damğa basdı. Bu da ayrı bir manyak, yəni travmalarına görədir məncə. Bir dənə qırmızı odaya da zəng eləyək. Ah Nərbala, məyər nə çox yaxşı nəysə. Nərbala qaqam bu qayınlarının qoluna ya bacanaq idi. Orasını tam bilmirəm. Qayın olurdu, bacanaq olurdu baldızın yoldaşı. Nəysə, oralarını tam bilmirəm. Baldızlarının kişisi deyək. Baldızlarının kişilərinin qoluna damğa vurandan sonra dedi ki, ancaq ovun başını özüm kəsib götürəcəm. Bunlar da razı oldular ki, göy onun başını nə edirik ki? Göy belə də ki, olmayıb nə edəcəklər. Nərbalanın şiri çünki gözün dikib bunlara pis-pis baxır. Nərbala da ovun başını kəsir. Kəsə-kəsə də dayanmadan deyir ki, adı başına, dadı başına, adı başına, dadı başına. Nərbala elə ki işini qurtardı, ovun kəlləsini götürdü, atı mindi, şir yanında, quş da yenə başının üstə 5 dəqiqənin içində gözdən itdi. Yeznələr də ovu götürüb gəldilər evə. Padşahın 2 qızı tez ovu bişirdilər, suyunu verdilər padşaha. Ancaq bu dərman padşaha heç bir kömək eləmədi. Ona görə eləmədi ki, Nərbala ovun başını kəsəndə demişdi adı başına, dadı başına. Yəni ovun bütün dadı başına keçmişdi. Yəni dadı, yararı, faydası filan hamısı keçmişdi onun başına. Çünki niyə? Ağzımızdan çıxan sözlər bütün kainatı dolanıb qar topu kimi böyüyə bilir. Əsas odur inanasan və niyyətin təmiz olsun, ay fikirçi. Nərbala elə ki təpənin dalına çatdı, yenə də heyvanları buraxdı, paltarlarını dəyişdi, ovun kəlləsini də götürüb gəldi evə. Bağbanla qız kəlləni görüb soruşdular ki, bu nədir? Nərbala da dedi ki, padşahın kürəkənləri ov vurmuşdular, başını kəsib atdılar, mən də götürüb gəldim. Bişirərsiniz? Bağban da qıza baxdı, qız bağbana baxdı, şübhələndilər, amma bir söz demədilər. Oğlan da qıza dedi ki, əgər istəyirsən ki, bəs atın sağalsın, yaxşı olsun, o kəlləni bişir, suyundan bir qab ona ver. Qız kəlləni bişirmək istəmədi. Çünki onun atası da üzünə baxmaq istəmirdi. Yəni onun gətirdiyi xörəyi yeməzdi. Özüdəki xörək də bir xörək ola da, yəni o biri kürəkənlərin vurduqları ovun kəlləsinin suyu. Bağban dedi, qızım, o nə deyirsə, eləcə də elə. O bir şey bilməsə deməz. Sən bilmirsən bunun canında nələr var. Qız kəlləni bişirdi, suyundan bir qab atasına apardı. Amma qorxudan özü onun yanına girə bilmədi. Bir dənə qoca dayəsi var idi.
Ona verib göndərdi ki, bəs bunu apar atam içsin. Padşah kəllənin suyundan bir qaşıq içdi, gözləri işıqlandı. Bir qaşıq da içdi, elə bil ki, boğazı açılmağa başladı. Qabı iki əlli tutub başına çəkdi. Qutarandan sonra da dedi ki, qışqırdı ki, bəs bundan yenə də verin mənə. Dayı qaçıb balaca qızın xörək qazanını götürüb gətirdi. Axşama qədər padşah bu kəllənin suyunu içib qurtardı. Səhər sapsağlam qalxdı ayağa. Bütün şəhərə səs yayıldı ki, kürəkənlərin vurub gətirdikləri ovun suyu padşahı sağaldıb. Padşah elə ki sağaldı, dayəni yanına çağırdı ki, sən hardan tapmışdın bəs o xörəyi? Onun dadı başqa cür idi. Kürəkənlərimin vurduğu ovdan deyildi. Dayə açıb əhvalatı danışdı. Padşah bircə kəlmə də olsun demədi, əhvalatı gizli qaldı. Bu özdən yaraşdırmadı ki, yəni həmin qızının, həmin kürəkəninin, yəni bu dəvəçinin faydası dəymiş olsun buna. Hamı da elə bildi ki, o biri kürəkənlərin ovu sağaltdı padşaha. Kürəkənlər də ki, artistlik eləməyə bəhanə gəzirlər axı. Bu işdən sonra da biraz da başladılar loğalanmağa. Öz adlarına çıxdılar söhbəti. Utanma da desin, əlbəttə ki, yoxdur. Dayı özlərini də elə çəkirlər ki, yerə göyə sığmırlar. Bu işin üstündən bir müddət keçdi. Padşah sağalıb yaxşı, normal yaşayır. Bəybala ilə qız da, Bəybala nə idi? Nərbala ilə qız da ki, ayağımı vurdum, öz evlərində. Bir gün qasidlər xəbər gətirdilər ki, döşküvar padşah yenə də qoşun çəkib onların üstünə gəlir. Bütün əhali bir-birinə dəydi. Çünki bu yerin əhalisi döşküvar padşahın davasını, zülmünü çox görmüşdü. Döşküvar dediyim də bilsən kimdir? Nərbalanın atası. Bunlarda eybəcər ad qoymaq deyəsən nəsildən nəslə keçən ənənədir, nədir bilmirəm. Döşküvar sancan, ada bax. Nəysə, padşah əmr eləyib vəzir vəkili yığdı. Qoşun hazırlamağa başladılar. 3 gündən sonra Döşküvar padşah qoşunu ilə gəlib şəhərin ətrafını tutdu. Padşah da bir dənə məktub göndərdi ki, bəs ay filan kəs. Ay filan kəs deyəndə də yəni padşahı söymürük, sadəcə adını bilmirəm. Nəysə, ay filan kəs. Gəlib padşaha, bəs sənin şəhərinin ətrafını tutmuşam. Bircə dəfə əmr versəm, qoşun sənin şəhərini dağıdacaq. Daş üstündə daş, çiyin üstündə baş qoymayacaq. Sənə 3 gün möhlət verirəm. Bax, mənim 2 oğlum var, sənin 2 kürəkənin. Birinci gün mənim xambala oğlum sənin böyük kürəkənindən vuruşacaq. İkinci gün bəybala oğlum o biri kürəkənindən vuruşacaq. Üçüncü gün mənim özüm səndən vuruşacaq. Hansı tərəf basıldı, o tərəf təslim olmalıdır. Ya şərti qəbul elə, ya da şəhəri xarabaya çevirib yerində turp əkəcəm. Turp niyə bilmirəm, amma maraqlıdır. Soruşsun ki, döşküvar niyə belə atraksiyona girir, elə gəlib tutmur şəhəri birbaşa? Çünki əvvəllər də cəhd eləyib, amma tuta bilməyib. Çox ziyan vurub, amma özü də çox adam itirib. Düzdür, bu dəfə güc vursa şəhəri tutar, çünki çox zəiflədib. Amma özü də ziyana düşmək istəmir. Ona görə belə bir şey təklif eləyir. Padşah saray adamlarını çağırıb bu məktubu oxutdu. Yəni götür-qoy elədilər, vəzir vəkillə məsləhətləşdilər. Baxdılar ki, çarələri kəsilib, şərti qəbul elədilər. Kürəkənlər hazırlaşmağa başladılar bu davaya. Səhər qoşunlar gəldi, üz-üzə dayandı. Kürəkənlər də ki, silah-sursat geyindilər, getdilər meydana. Nərbala da kiçik qıza dedi ki, get atıva de, mənə bir dənə at, bir dənə qılınc versin. Düzdür, mən gücsüzəm, davazat görməmişəm, amma heç olmasa qoşunun içində dayanıb qaraltı eləyərəm. Qız getmək istəmədi, çünki sarayda hamı ona, bir də Nərbalaya çox pis nəzərlə baxırdılar da, belə yuxarıdan aşağı baxırdılar, ələ salıb gülürdülər. Bacıları ilə yeznələrdəki Nərbalanın adını dəvə balası qoymuşdular. Bu uşaq da hara getsə, quş dimdiyindən ilişən kimi bu da adından ilişir. Nəysə, qız bilirdi ki, indi də gedib at istəsə, hamı ona güləcək. O da ki, getmək istəmədi. Amma Nərbala əl çəkmədi ki, yox, gedəcəksən. Qız da xətrinə dəymək istəmədi bunun, durub getdi ki, bəs yerə salmasın da Nərbalanın sözünü. Gəldi ki, ata, əmr elə, bir atla bir qılınc bizə də versinlər. Bəs Nərbala da meydanda olmaq istəyir. Padşah gülüb dedi ki, nə var, yoxsa dəvə balası qeyrətə gəlib. Adama deyərlər ki, sən bunun nə qeyrətsizliyini görmüsən ki, güya. Sən bir bu adamı tanımağa çalışdın. Nəysə, padşah da olsun, belə şeylər eləyirsən. Qız hirslənib dedi ki, ata, niyə bizi ələ salırsan? Padşah da yenə şeylədi, buna sifət elədi ki, bəs sən gərək elə oğlana ərə gedəydin ki, indi qoşunun qabağında dayanaydı. Amma kimə getdin? Bir dənə gedənin birinə. Bacılarımı görürsən, onlar kimə getdilər? Qız da çox pərt oldu, dedi, nə olar? Bütün bacılar ağıllı olmaz ki, bütün kürəkənlər də igid olmaz. Qızın belə halını görəndə padşahın ürəyi kövrəldi, pis oldu. Bir də onun gətirmiş olduğu xörək də yadına düşdü ki, da bunlar məni xilas eləyiblər.
Dedi, bir mənə de görüm. Sən onda o xörəyi hardan alıb gətirmişdin mənə? Qız da əhvalatı açıb danışdı ki, bəs o biri kürəkənlərin o vurmuşdular, başını kəsib atmışdılar. Nərbala götürüb onu evə gətirmişdi. Mən xörəyi həmin kəllədən bişirmişdim. Padşah fikrə getdi, dedi, yaxşı, bəs sən hardan ağlıva gəldi ki, ondan mənə göndərdin? Qız dedi ki, bəs Nərbala mənə dedi, əgər atının sağalmağını istəyirsənsə, o xörəkdən ona göndər. Padşah daha heç nə demədi. Çağırıb tapşırdı ki, bəs Nərbalaya bir dənə at, bir dənə də qılınc versinlər. Qoşunun böyüyü gülmək üçün Nərbalaya bir dənə axsaq yabı, bir də yarısı qırılmış bir dənə qılınc verdi. Yabı da şey deməkdir, ay fikirçi, arıq, nə bilim, çolaq, gücdən düşmüş, bir növ yararsız at. Bağban yabı ilə qılıncı görüb güldü ki, bəs bunlar gör nə ediblər? Bu boyda padşahın göndərdiyi ata bax, həm də bildi ki, qəsdən göndəriblər, istəmədi ki, Nərbala pərt olsun, belə zarafata saldı. İndi danışanda Allah tərəfi danışmaq lazımdır, ay fikirçi. Yəni padşahın belə niyyəti yox idi ki, Nərbalaya o cür at göndərsin, qılınc göndərsin. Bunu tamamilə yəni padşahdan xəbərsiz digər adamlar eləmişdilər. Amma Bağban da baxdı ki, yəni Bağban da özlüyündə fikirləşdi ki, bu qız atasının hərəkətinə görə pərt olacaq, o bilmir axı vəziyyəti. Həm də dedi ki, Nərbala meydana çıxıb utanar, ona görə zarafata saldı ki, bunların fikri yayınsın. Sonra da Nərbalaya dedi ki, bala fikir eləmə, olan işdir. Nərbala da qayıtdı ki, niyə fikir eləyirəm ki, yəni nə var burada? Düş qabağıma getdiyi meydana. Bunlar tutdular bu çolaq yabının ipindən, gəldilər meydana. Həmin vaxtda da artıq hamı meydana yığışmışdı. Yəni həm o tərəf, həm də bu tərəf. Süpürgəçilər meydanı süpürdülər, döyüş təbili vuruldu. Bu döşküvar padşah tərəfdən Xambala çıxdı meydana. Çıxdı, başladı o da artistənə ki, bəs hanı o biri pəhləvan gəlsin. Bu tərəfdən də bu fərsiz kürəkən çıxdı. Elə birinci vuruşda Nərbala başa düşdü ki, bu Xambala yeznəni kürəyini vuracaq da yerə. Ona görə Bağbana dedi, sən gözlə, mən gəlirəm, tez çıxdı aradan. Getdi, bir daldalanacağı çəkilib, yenə quşu çağırdı, tükünü yandırdı. Quş da o dəqiqə gəldi Nərbalanın yanına ki, Nərbala nə qulluq, nə istəyirsən? Nərbala da dedi, bəs mənim atımı göndər, bir də həmin o ağ şeylərimi də, paltarımı, qılıncımı filan. 5 dəqiqə keçməmiş, yenə hamısı hazır oldu. Nərbala atı mindi, təpənin üstünə qalxıb baxdı ki, Xambala, yəni kürəkəni yerbəyer eləyib. Qollarını bağlayıblar. Xambalanın adamları bu adamı əsir aparır. Döşküvar padşahın qoşunu bu qalibiyyət təbili çaldı. Orada artıq başlayıblar, atlanıb düşürlər ki, bəs biz udmuşuq. Xambala da loğa-loğa meydanı gəzir ki, pəhləvan gəlsin, bu nə idi? Bəs yəni mən başqalarıyla da döyüşəcəm filan. Nərbala çapda atıb bunların yanına. Bir də baxdılar ki, bir dənə ağ paltarlı, ağ atlı adam budur, ildırım kimi gəlir. Nərbala meydana bir dəfə dolanıb Xambalaya dedi ki, Xambala loğalanma, padşahın kürəkəni mənəm. Sənin indi tutub əsir elədiyin mənim qullarımdan biri idi. İnanmırsan, əmr elə onun qolundakı damğalara baxsınlar. Nərbalanın sözlərini hər iki tərəf eşitdi. Bu tərəfdə də hamı məətəl qaldı ki, görəsən bu kimdir? Döşküvar padşah isə o saat əmr elədi. Əsir tutulmuş bu böyük kürəkənin qollarına baxdılar, gördülər ki, hər iki qolunda damğa var. Elə bildilər, elə əsl kürəkən doğrudan da bu meydandakı oğlandı, bu da onun quludur, inandılar yəni. Təzədən dava təbili vuruldu ona görə. Əslində qayda qanunla qırğın düşməlidir ki, siz nə oyun çıxarırsınız sözünüzdən, söz kəsmişik, amma eləmədilər. Xambala özündən o qədər razı idi ki, dedi bunu da vuraram yerə. Yəni şanım artsın da yəni. Xambala ilə Nərbala başladılar vuruşmağa. Amma bu vuruşma çox çəkmədi. Yəni Xambalanın gözlədiyi kimi qurtarmadı. Nərbala elə birinci zərbədə Xambalanı vurub atdan saldı, düşüb qollarını bağladı. Öz padşahını, yəni bu qızın atasının yanına gətirdi. Padşah Nərbalanı tanıya bilmədi, çünki onun üzü örtülü idi. Həmişə də belə şey kimi, Zorro kimi gəzir bizimki, amma ağ geyinir. Nəysə, Nərbala Xambalanı təhvil verib dedi ki, padşah sağ olsun, ona heç bir şey eləmə, zindanda saxla. Sabah keçər, 2-ci gün keçər, 3-cü gün onu səndən istəyəcəm. Sonra Nərbala atını döşküvar padşahın qabağına sürüb dedi ki, padşah, bəs dava qutarana kimi mənim nökərim səndə qalacaq, başına bir iş gəlsə özündən küs. Bunu deyib Nərbala atını çapdı, getmək istədi. Elə bu vaxt Xambalanın qardaşı Bəybala neynədi? Ona bir dənə ox atdı. Çünki döşküvarın oğludur və özünü göstərməlidir. Ox gəldi Nərbalanın qoluna dəydi. Nərbala dönüb dedi ki, mən bilirəm bu ox atan kimdir, Bəybaladır.
Mən də eləyə bilərdim ki, ona ox atım, amma mən namərd deyiləm. Sənin cavabını sabah meydanda verəcəm. Sonra da üzünü cəmaata tutub dedi ki, qorxmayın. Sabah bu vaxt mən yenə gələcəm. Padşah baxdı ki, Nərbalanın qolundan qan axır. Tez bu qızın atasından söhbət gedir də. Tez öz dəsmalını çıxardıb onun yarasını bağladı. Nərbala atını çapıb bir dəqiqənin içində gözdən itdi. Elə ki təpənin dalına keçdi, o atı filan göndərdi paltarı, piyada bağbanın yanına qayıtdı. Bağban dedi, oğlum gördün nə oldu? Nərbala dedi, hə, hamısını gördüm. O həmin oğlandı ki, solmayan gülü mənə vermişdi. Cəmaat dağılışan vaxt bunlar da elə çıxdılar, gəldilər öz evlərinə. Bu əhvalatda ki, bütün şəhərə yayıldı, amma heç kəs bilmədi ki, Ağatlı oğlan kim imiş. Nəysə, bunlar yenə gecə yatdılar. Nərbalanın yarası da bunu incidir, ancaq səsi də salmır ki, bəs yaralıyam. Bağbanla qız bunun səsinə oyandılar. Baxdılar ki, bu yuxuda inildiyir. Qız yorğanı qaldıranda gördü ki, Nərbalanın qolu bir dəsmalla bağlıdır, dəsmalda qan içindədir. Tez bağbanı şeylədə göstərdi ki, bəs burada vəziyyət budur. Bağban da Nərbalanı oyatdı. Nərbala baxdı ki, bu işin üstü açılıb, dedi ki, bəs bayaq meydanda bir əskərin nizəsi qoluma batdı, ona görə belə yaralanmışam. Bunlar da ona görə Nərbalanın yarasını açdılar, nəsə dərman qoyub müalicə elədilər, bağladılar. Nərbala yatdı, qızı dəsmalı yuyub həyətdəki ağaclardan birinin budağına sərdi. Gecə ilə həvəsə bax, götürüb onu yuyub. Nəysə, səhər açıldı, hamı durdu. Bağbanla Nərbala da çolaq yabını götürüb yenə getdilər meydana. Padşah buradan keçəndə gördü ki, dünən meydanda vuruşan oğlanın qoluna bağladığı dəsmal indi balaca qızıgilin qapısında ağaca sərilib. Qızı çağırıb soruşdu ki, bu nə dəsmaldır? Qız da dedi ki, dünən meydanda bir əskərin nizəsi Nərbalanın qolunu yaralayıb. Hardansa bu dəsmalı tapıb qoluna bağlamışdı. Padşah getdi fikrə, amma bir qərara gələ bilmədi. Daha doğrusu, uşaq dörsən də, o boyda padşahsan bunu bilərsən, sadəcə məncə qəbul eləmək istəmədi ki, bu Nərbala olar. Nəysə, keçək bu döyüş meydanına. Burada yenə təbil vuruldu. Padşah meydana yollandı. Bu gün də Bəybala ilə ikinci kürəkən meydana çıxdılar. Yenə də Nərbala bir bəhanə ilə bağbanı orada qoyub özü təpənin dalına keçdi. Baxdı ki, heyvanlar elə onu orada gözləyirlər. Geyinib atı mindi, hazır dayandı. Yarım saat keçməmiş Bəybala ikinci kürəkəni atdan vurub yıxdı, qollarını bağladı. Bu kürəkənlər də əməlli başlı zaydılar da, yəni heç nəyə yaramırlar. Nəysə, yenə baxdılar ki, Ağatlı olan budur yel kimi gəlir. Nərbala özünü yenə meydana gətirib dedi ki, mən bugün də sizə allatdım. O tutduğunuz da mənim qulumdur. İnanmırsınız, damğalarına baxın. Baxıb gördülər, bu oğlanın da qolları damğalıdır. Döşküvar, sayılmır, siz cığalıq eləyirsiniz, demədi. Dedi, Bəybala, get sən Allah, vur öldür bunu, mən beynim çönür. Öldürməsən, altından atımı da alacam, xərcliyimi də kəsəcəm. Nəysə, yenə döyüş təbili vuruldu. Nərbala Bəybalanı da tutdu, qollarını bağladı, gətirib padşaha təhvil verdi, amma bu dəfə Nərbala alnından yaralanmışdı. Dəsmal əhvalatı padşahın yanına düşdü, ona görə tez cibindən bir dənə də dəsmal çıxardıb onun alnını bağladı. Nərbala da dedi ki, bunu da qoy o birinin, bu şeydən söhbət gedir də Bəybaladan. Dedi, qoy bunu da o birinin yanına, ikisini də səndən götürəcəm. Sonra da çıxıb getdi. Alnının qanını yuyub təmizlədi, dərman vurdu, dəsmalı da bir tərəfə atıb yatdı. Səhər qız bunu da gördü ki, yenə bir dəsmal var, bunu da yuyub sərdi ağaca. Padşah gedəndə qəsdən yolunu yenə bunlar tərəfdən saldı. Baxdı ki, dünənki dəsmal da yuyulub, bu qızıgilin qapısında ağaca sərilib. Qızdan soruşdu ki, bu nə dəsmaldır? Qız Nərbalanın dediyi kimi cavab verdi ki, bəs bu dəfə də əskərlərdən birinin nizəsi Nərbalanın alnını cızmışdı. Bu qız da ağıllı qızdır. Niyə belə şeylərə inanır bilmirəm. Yəni denən ki, qardaş demə, indi o heç. Denən ki, dünən qolun cızılmışdı, bu gün alnın nə oldu? Sən gedib nizəyə kəllə atmısan. Bunu adam soruşar normalda. İndi nağıldır deyə soruşmur, yoxsa bilir üz vurmur, orasını bilmirəm. Bəlkə də fikirləşir ki, döyüb eləyiblər. Uşağı sındırmaq istəmir, əmin deyiləm buralarından. Nəysə, vəziyyəti deyir ki, bəs belə də alnını dəsmalla bağlamışdı. Padşah qalır məətəl ki, görəsən bu nəsirdir. Ancaq yenə də məsələni aydınlaşdırmağa vaxt tapa bilmirik güyada. İndi o boyda padşah bu boyda söhbəti tuta bilmədi 2 gün üst-üstə. Nəysə, tələsik gedir ki, bugün də onun növbəsində döşküvarla vuruşmalıdır. Yenə döyüş təbili vurulur. Döşküvar padşah meydana gəlib padşahı döyüşə çağırır. Padşah ilə atına minmək istəyir ki, Ağatlı oğlan yenə görünür. Buna deyir ki, sən gözlə. Özü çıxır döşküvar padşaha deyir ki, sənin tərəfindən hələ mənim üstümə gələn adam olmayıb, mənim belimi yerə vurmamısınız. Qanuna görə sən qabaqca mənə qalib gəlməlisən də. Ona görə biz gərək döyüşək.
Döşküvar da onsuz da bunun əlindən yanıqlıdır, yığıb da bundan. Ona elə qəzəblənib ki, ağzından da köpük daşlanır. Ona görə deyir ki, okey də, yəni tamam, biz dalaşaq, action başlayır. Qılıncı çəkib Nərbalaya hücum eləyir. Nərbala da kəməndi atıb elə yarı yolda bunun boğazına keçirdi, çəkib atdan salır. Hər iki tərəfin adamları belə əl çalıb sağ ol deyirlər də, səs-küy göyə ucalır da. Döşküvarın öz dəstəsi də bunun zülmündən boğaza yığılıb bax. Ona görə elə vəziyyət ürəklərindən ay verir. Nərbala döşküvarı yerdən qaldırır, əllərini bağlayır, sonra ata binib uca səslə hər iki tərəfə deyir ki, dava qurtardı. Sabah bu vaxt bax elə burdaca danışıq aparacaq. Özü də danışığı mən şəxsən elə bir ki, mən özüm aparacağam. Hamı yenə əl çalır. Deyir indi dağılışın. Baxma da, yəni cəmaət də sevinir. Müharibə olmayacaq deyə rahat olurlar. Nərbala dədəsinə, yəni döşküvar padşaha deyir ki, əmr elə sabah tutduğumuz 2 nəfəri bura gətirsinlər. Bir də mən eşitmişəm ki, sənin bir dəvəçi qızı arvadın varmış. O da gərək sabah burada olsun. Döşküvar da deyir ki, mən nə bilim indi o hardadır. Nərbala hirslənir ki, necə yəni bilmirəm, yekə kişisən, sən bilmirsən arvadın hardadır. Sabah o burada olmazsa sənin də oğlanın arvında başını öz əllərimdən kəsəcəm. Sonra Nərbala üzünü o biri padşaha tutub deyir ki, sənin tərəfindən də sabah sən özün, vəzirin, vəkilin, 3 qızın, bir qoca bağbanın burada olmalıdırlar. Əmr eləyərsən bu padşahın əsir düşmüş oğlanlarını da gətirərlər. Təvazökarlıq da yəni bir yerə qədər də deyir bunların pərt sifətini görüm. Nəysə Nərbala sözlərini qutarıb atını çapıb gedir. At bir dəqiqənin içində yenə gözdən itir. Bu da o əynini başını dəyişdirir, gəlib çıxır evinə. Bağban deyir ki, ay bala, o oğlan kimdirsə çox böyük igidlik elədi, qırğının qabağını aldı. Özü də sabah bizi meydana çağırıb. Bunlar da bilmirəm, həqiqətən söhbəti tutmurlar, ya işin sürprizi qaçmasın deyə belə eləyirlər, amma ürəyimi çəkdilər də nağıl boyunca. Bilmirəm, sənin də ürəyin çəkilir, ay fikirçi, yoxsa yox. Çox da uzun oldu. Əmin deyiləm ki, axıra kimi qulaq asacaqsanmı? Düzdür, mən oxuyanda ürəyim çəkilsə də sona kimi getdim, maraqlı da gəldi. Amma indi bilmirəm də səndə necə olacaq təəssürat. Nəysə, harda qalmışdım? Nərbala qayıtdı bunlara dedi ki, siz yaxşı-yaxşı qulaq asarsınız, sonra gəlib mənə danışarsınız, çünki mən gəlməyəcəm. Bunlar yenə soruşmurlar ki, niyə gəlməyəcəksən? Nəysə, gecəni yatırlar, səhər yenə bunlar da nədirsə elə bilsən təzədən meydan süpürürlər, təbil çalınır. O süpürmək də nə haydı bilmirəm, ancaq hər dəfə eləyirlər. Hər iki tərəfin adamları meydana toplaşır, bu ağ adlı igidi gözləməyə başlayırlar. Ağ atlı igid. Breh. Day Nərbalanın da daha doğrusu bu ağatlı oğlanın şöhrəti bütün şəhərə yayılıb. Qızlar ondan evlənmə xəyalı qurur, oğlanlar özünü ağatlı oğlan kimi göstərir ki, bəs o mən idim. Biri deyir atının qanadları var idi, biri deyir qılıncından alov çıxırdı. Yəni super qəhrəman kimi bir şey olub cəmaət içində. Müharibədir, nə bilim ölkənin gələcəyidir qalıb bir qıraqda, hamı onu görmək üçün gəlir əslində bu şeyə. Super qəhrəmandır deyirəm, bəlkə də superstar kimi olur, bilmirəm. Nədirsə, axır ki ona görə gəlirlər. O da düz dünənki vaxt çatanda ağ geyimdə, yenə ağ atın üstündə gəlir dayanır düz meydanın ortasında. İşarə eləyir ki, qolları bağlı xambalanı, bəybalanı, döşküvar padşahı gətirib bir tərəfdə otursunlar. Bu tərəfdən də qolları bağlı kürəkənləri gətirib oturdular o biri tərəfdə. Sonra padşah, vəzir, vəkil, qızlar, bağban, bunun dediyi hamı yığışır gəlir. Nərbalanın anasını da gətirirlər. Nərbala gözaltı anasına baxıb gördü ki, arvad çox qocalıb, arıqlayıb, bir dəri bir sümüyü qalıb. Demə dərviş bunu aparan kimi döşküvar onu da zindana saldırıbmış. Nərbala atını meydanın ortasına sürdü ki, bəs hamı onu görsün, səsini eşitsin. O uca bir səslə dedi ki, bəs mən bilirəm ki, hamı mənim kim olduğumu bilmək istəyir. Bunun səsi çıxan kimi anasının qaməti dikəldi elə bil. Bu Ezeli tanıyan anası kimi bu da Nərbalanın səsindən tanıdı. Cəmaət də hayküy salıb bizi üzvü göstər deyirmişlər. Nərbala dedi, burada oturanlardan ikisi məni elə bu geyimdə tanıyır. Onlar kimdilərsə dursunlar ayağa. Heç kim durmadı. Nərbala dedi ki, da utanmaqdan keçib, əgər durmasalar mən özüm boğazlarından yapışıb qaldıracağam. Bu kürəkənlər də bir-birlərinə baxdılar. İstər-istəməz gördülər başqa variant yoxdur, durdular ayağa. Nərbala üzün padşaha tutub dedi ki, bəs bunlar sənin kürəkənlərindir. Sən ona görə qızlarını bunlara verdin ki, bunlar qəhrəmanlıq göstərib solmayan gülü tapıb gətirmişdilər. Qoy hamı eşitsin ki, o gülü onlara mən vermişdim. Əvəzində də hərəsinin sağ qoluna bir damğa vurmuşdum. Bax gördün, əvvəldəki damğa söhbəti çıxdı. Adam da gör nə qədər sonrasını düşünübmüşsə.
İnanmırsınız, deyir ki, açın baxın qollarına. Açıb görürlər ki, həqiqətən də bunların qolunda damğa var. Nərbala padşaha dedi ki, sən xəstələnəndə bunlar ikinci dəfə qəhrəmanlıq göstərdilər. Gedib sənin üçün ov tutub gətirdilər. Ovu da bunlara mən tutub vermişdim. Əvəzində də sol qollarına damğa vurmuşdum. İnanmırsınız, ona da açıb baxın. Gördülər ki, hə, bu da doğrudur. Bu qollarında da var. Nərbala dedi ki, hamı gördü. Əgər mən olmasaydım, onlar da əsir getmişdi, sən də, padşaha dedi. Hamı dedi ki, hə, düzdür, hamı hayküy saldı yenə. Cəmaata da şey lazımdır da. Nəysə, Nərbala dedi ki, qoy indi hamı görsün ki, mən kiməm. Bunu deyib üzünü açdı. Hamı baxdı ki, bu məzələndikləri, yuxarıdan aşağı baxdıqları Nərbaladır. Bütün meydandakılar əl çaldılar. Balaca qızla bağbanda bir-birini qucaqlayıb uşaq kimi ağladılar. Nərbala dönüb döşküvar tərəfə dedi ki, bəs siz məni tanıyırsınız? Nə döşküvar, nə xambala, nə bəybala bunu tanıya bilmədilər. Nərbala anasının qabağına getdi, gördü ki, anası onu çoxdan tanıyıb. Qadın hönkür-hönkür ağlayır. Onlar belə möhkəm-möhkəm qucaqlaşdılar. Nərbalanın da əslində qəhər boğmuşdu. Ancaq ağlamamaq üçün özünü zor tutmuşdu ki, o birilərinin yanında özünü sındırmasın. Anasına dedi ki, ana de görüm bu müddətdə sən hardaydın? Anası da qayıtdı ki, bəs atan səni dərvişə verəndən sonra məni də zindana saldı. Dünən axşam məni oradan çıxarıb gətirdilər. Döşküvar padşah onun Nərbala olduğunu bilən kimi durub yürüdü ki, Nərbala, oğlum filan, artist. Nəysə, Nərbala onun yaxasından tutub yerində oturtdu ki, gözlə bir dəqiqə, mən sənin oğlun olsaydım, sən mənə qurban verməzdin. Sonra üzünü cəmaata tutub dedi ki, bunlar da, bu birilər də, o döşküvargili, bir də o biri padşah tərəfi göstərdi də. Məni həmişə ələ salardılar. Adıma dəvə balası deyərdilər. Ona görə ki, mənim bu anam xan qızı, bəy qızı deyildi. Kasıb bir dəvəçinin qızı idi. Buna görə də bu döşküvar o biri oğlanlarını məndən üstün tutdu. Məni dərvişə verdi. Ölümə göndərdi. Anamı da zindana saldı. Bu biri padşahsa öz kiçik qızını sırf məni seçib deyə evindən qovdu. Nədir, qız məni sevirdi. Nədir, mən kasıb idim. Məni oğulluğa götürdüyünə görə qoca bağbanı çox incitdilər. İndi bunların hamısı mənim əlimdə əsirdir. Mən bunları öldürməyə də haqqım var, amma öldürməyəcəm. Bunların hərəsinin alnına bir damğa vuracağam. Qoy bütün aləm bilsin ki, bu damğaları kim vurub və nə üçün vurub. Sonra üzünü bağbana tutub dedi ki, baba dur, bunların hərəsinin alnına bir damğa vur. Bağban durdu, 2 padşahın, 2 vəzir vəkilin, 2 şah oğlunun, 2 şah qızının, 2 kürəkənin alnına qara damğa vurdu. Burasını çox da sevmədim, nə yalan deyim. Baxma da, yəni sənin yaxınlarında gərək belə bir şey eləməzdin. Amma bir tərəfdən də bəlkə heç əvəz çıxmaq üçün yox, ibrət üçün eləyib. Bilmirəm, əmin deyiləm. Sonra Nərbala hər iki tərəfə dedi ki, cəmaat, mən bax o 2 dağın arasındakı qalada yaşayacağam. Kim sizə zülm eləsə mənə deyərsiniz. Bu qala dedikdə o dərvişdən qalan elə bil, qalanı deyir də. Nərbala sözünü qutarıb anasını, bağbanını, bir də kiçik qızı götürüb qalaya getdi. Deyirlər ki, nə qədər ki Nərbala sağ idi, cəmaat şad, xürrəm, rifah içində yaşayırdı. Heç kim qorxudan haqq yeyə, kasıb-küsuba zülm eləyə bilmirdi. Əslində əvvəl bunu oxuyanda bir düşündüm ki, kaş Nərbala qalaydı, ölkənin padşahı olaydı, ədalətli şəkildə idarə eləyəydi, bunlara da nəzarət eləyəydi, amma alınlarına damğa vurmayaydı. Bilmirəm, bir pis oldum. Yenə də onlara yazığım gəldi. Çünki biabır olacaqdılar adam içində. Sonra baxdım ki, hamıya da sanki mərhəmət göstərmək olmaz da. Yəni həddən artıq çox mərhəmət sanki pisliyi gücləndirir, qidalandırır. Yəni əminəm ki, Nərbala onları yenə də deyirəm, cəzalandırmaq ya da öz əvəz çıxmaq üçün yox, bəlkə də özlərinə xatırlatmaq üçün elədikləri pislikləri ona görə bu damğaları vurdurdu ki, qoy, yəni elədikləri bu böyük səhvlər onların alnında qara ləkə kimi qalsın, özləri də bunu görsünlər. Getməyinə də haqq verdim sonradan ki, hə, o çünki nə döşküvardan qalan heç bir şey istəmədi, nə də qızın atasını, bu biri padşahdan. Yəni sadəcə o qalanı dərvişi öldürərək özü qazanmışdı. O qala onun idi, ona görə də getdi. Heç birindən də heç nə götürmədi. Əslində düz elədi. Fikirləşdim ki, mən də olsam, o taxt, tac və s. nəyə lazımdır ki, heç birini götürməzdim, çıxıb gedərdim. Belə fikirçi. Gəldi nağılın sonuna. Xoşuma gəldisə mənə yazarsan. Fəridə, bu nə söhbətdir? Bir də nağıl danışma deyirsənsə, yazmazsan. Məni Instagram səhifəmdən tapa bilərsən, onda açıqlamada yerləşdirəcəm. İstəsin ürək sözlərimi mənə yazarsan.
İndi isə keçək mənim ürək sözlərimə. Nağıllara inanay fikircə. Bacarsan lap öz nağılını yaz. Amma hər nağılda pislərin də olacağını unutma. Ehtiyatını gözlə, niyyətini təmiz tut. İndi harda olsa göydən çalma düşər. Biri mənim, biri sənin, biri də yaxşı oğlanlarla yaxşı qızların. Hələlik.